Xəbər verdiyimiz kimi, Səbail rayon məhkəməsi Azərbaycan Milli Elmlər Akademiyası Prezidenti Katibliyinin keçmiş rəisi Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçib. Bu, siyasi elmlər üzrə fəlsəfə doktoru olan Eldar Əmirovla bağlı ilk həbs qərarı deyil. Belə ki, 2022-ci ildə Mehdiyev AMEA prezidentliyindən getdikdən bir gün sonra fevralın 15-də Eldar Əmirov Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə Nazirliyin baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O zaman Yasamal rayon məhkəməsi Eldar Əmirov barəsində 30 sutka həbs qərarı çıxarmışdı. Onu da qeyd edək ki, Eldar Əmirov hələ Ramiz Mehdiyev prezident administrasiyasının rəhbəri olduğu vaxtlarda onun köməkçisi vəzifəsində işləyirdi. Daha sonra sabiq prezident administrasiyası rəhbəri 2019-cu ildə AMEA prezidenti təyin olundu və köməkçisini də özü ilə apardı. Eldar Əmirov Mehdiyev AMEA rəhbərliyindən gedənədək Azərbaycan Milli Elmlər Akademiyası prezidenti katibliyinin rəisi vəzifəsində çalışırdı. Hətta o zaman mətbuatda gedən xəbərlərdə Ramiz Mehdiyevin işə çıxmadığı günlərdə Eldar Əmirovun Azərbaycan Milli Elmlər Akademiyasında de facto rəhbərlik etdiyi, öz yaxın dostlarına akademiyada vəzifəyə təyin etdiyi, eləcə də bir sıra qanunsuzluqlara yol verdiyi qeyd olunurdu. Qeyd edək ki, Ramiz Mehdiyevin həyat yoldaşının qohumu olduğu bildirilirdi. Lakin sonradan AMEA-nın mətbuat xidməti bunu təkzib etmişdi. Bildirildi ki, Eldar Əmirov əslən Qarabağlıdır, Ağdam şəhərindəndir.